Cəbirli məmurlar və mərkəzdən göstəriş alıblar, qeyri-qanuni hərəkətlər ediblər və bu gün də məhkəmə qarşısında cavab verirlər. Zahir bəy, bu cür kadr dəyişmələrdir, onlara olan tapşırıqlardır. Nə qədər tez-tez olsa da nəticəyə heç bir təsir göstərməyəcək. Bunun tək səbəbi var. Kim qarantiya verə bilər ki, bugün təyin olunan icra başçılarının 6 nəfər idi, doğrumu? 6-sından neçəsi paralel dövlətə bağlıdır ya yox. Heç kim buna qarantiya verəməz. Azərbaycanda nə qədər ki, dövlətin içində olan dövlət təhlükə mənbəyi olaraq sıradan çıxarılmayıbsa, kadr dəyişənliyindən tutmuş, nə qədər dəyişkənliyə gedirsən get, hətta parlamenti yenidən dəyiş, həmin parlament %100 yenilənsin ha, yenə paralel dövlətin adamları olsun ha, Azərbaycanda məclisin mahiyyəti dəyişməyəcək. İcra başçılarını dəyişib gənc qoyma, istəyirsən 500 yaşında adam qoş, ya da 2 yaşında uşaq qoş, yenə içinə dəyişməyəcək. Çünki əgər onun yerinə gələn yenə paralel dövlətin adamıdırsa, o artıq Azərbaycan dövlətinin qərarlarına deyil, paralel dövlətin qərarlarını icra eləyəcək. Prezidentin maraqlarını deyil, siyasi düşüncəsini deyil, paralel dövlətin düşüncəsini icra eləyəcək. Azərbaycanda olan partiyaların, indi Tural bəy buradadır, təbii ki, biraz dərinə getmirəm, amma böyük əksəriyyəti belə deyək, paralel dövlətə bağlıdırsa, Yeni Azərbaycan partiyasının özü daha çox paralel dövlətin nəzarətindədirsə, biz hansı iqtidardan, müxalifətdən danışa bilərik? Bugün paralel dövlət deyəndə çox adama belə qəribə gəlir. Və eyni zamanda deyəndə ki, prezidentin özü də dedi icra başçılarına ki, qanunsuz göstərişlərə əməl eləməyin. Doğrumu? Söhbət paralel dövlətin əmrindən gedir. Hadisələr göstərir ki, adından nədir o? Əhmədzadə Mehdiyevin nəvəsinə pul köçürülmüş. Hətta bu yaxında da məlum olub ki, Ramiz Mehdiyev ev tutsağı verəndən sonra ona milyonlarla pullar gətirən adamlar var bu ölkədə. Büdcəsi hələ dolur, hələ davam edir proses. Hələ o struktur, Ramiz Ənvəroviç həbs olunub anlayışıyla təslim olmayıb ki. Bəlkə də Ramiz Ənvəroviç orada dövlət başçısıdırsa, daxili qərarla dövlət başçısının vəzifəsini icra veriblər başqa bir məmura, başqa bir şəxsə. O dövlət idarə edir. Bunlar aydın olmalıdır. Onların parlamenti var Zahir bəy. İndiki parlamentin %80 onların dövlətin parlamentin üzvləridir. Nazirlər var o dövlətin kabinet tapıldı da zal, o parlamentin iclas otağı tapıldı. Yox, parlamentin özünü ifşa eləyib da, bir nəfər danışıb indiyə kimi. Oğlum, mən siz bax sözünüzü unutmayın, hörmətli Candar bəy. Bugün Arif Rəmzadənin maraqlı bir müsahibəsini oxudum. Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyası sıralarından çıxarılmamasından bağlı. Deyib ki, biz hələ istintaqı gözləyirik, məhkəmə qərarından sonra çıxardacaq. Yəni, qardaş, da məhkəmə qərarından sonra nənəm də bilir ki, bu cinayət. Mövqe indi qoymayandan sonra nə qoyacaq Azər mövqe? Kimin adını çəkdir? Arif Rəmzadə. Paralel dövlətin özünün Yeni Azərbaycan Partiyası var. O partiyanın sədri, əgər Ramiz Mehdiyevdirsə, mövcud Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevi dəyişəndə nə olacaq? Paralel Yeni Azərbaycan Partiyası yığışacaq. Məlum olacaq ki, o partiyanın, yəni paralel Yeni Azərbaycan Partiyasının gücü, indiki Yeni Azərbaycan Partiyasının gücünün %90'ını təşkil edirsə, %10'u Prezident İlham Əliyevə tabi edirsə, %90'ı Ramiz Ənvəroviçə tabi edirsə, o partiyadan kimisə çıxarmaq, üzdə olan partiyadan nəyə dəyişir? Gerçək Yeni Azərbaycan Partiyasını yenə söz sahibi Ramiz Ənvəroviçə qərar verəcək, yapın strukturları onu icra eləyəcək. Necə ki, Azərbaycanda nazirlər bu cürə işləyir, nazirliklər bu cürə işləyir, necə ki, müxalifət belə işləyir. Bu günü fikir verirəm, Zahir bəy, bir partiyanın sədri başqa bir partiyanın sədrindən düelə çıxıb, yəni siyasi mənada deyir, amma o ona deyir ki, sən mənə əskəriyə göndəribsən. Müxalifət lideri bir adamı necə əskəriyə göndərə bilir? Parlamentə təmsil olunan partiya sədri deyir, ha? Deputat parlamentdə olmayana deyir ki, sən mənə göndər. O çox gözəl bilir ki, paralel dövlətin özünün partiyaları var. Müxalifətdə olan partiya sədri, iqtidarda olan partiya sədrindən daha səlahiyyətlidir orada. O bilir ki, onun gücü var, bunu əskəriyə göndərə bilir. Və eyni zamanda o deməliydi ki,
həm də məni deputat seçdirən də müxalifət partiyası sədridir. Əskəriyə göndərə bilirsə, deputat da bu seçdirə bilir də. Biz paralel dövlətin özünün nə olduğunu göstərməliyik, sonra baxmalıyıq öz dövlətimizə. Görməliyik ki, paralel dövlət burada nə qədər təmsil olunur. Görsək ki, orada %90 olan buradadır, onda deyəcək ki, bunların hamısını dəyişmək lazımdır da. Dəyişməsən, heç nə dəyişməyəcək, onu demək istəyirəm. Yenə o siz dediyiniz müxalifət partiyası icra başçısının müavini olacaq. Ya ikinci partiya, üçüncü partiya yenə paralel dövlətin adamı olur. Hələ bilmək olmaz. Müxalifətdə olan partiyanın nümayəndəsi paralel dövlətdə ola bilsin ki, icra başçısıdır. Gerçəkdə olan icra başçısı onun müavinidir. Buna görə məsələni biz Azərbaycanda nə baş verir və Ramiz Mehdiyev fenomeni haqqında ciddi bir tablo çizməliyik, onun haqqında danışmalıyıq. Ramiz Mehdiyev deyirlər Rusun adamıdır. Ramiz Mehdiyev tək Rusun adamı deyil axı. Ramiz Mehdiyev Azərbaycana qarşı olan dövlətlərin və güclərin ortaq koalisiyasının ortaya çıxartdığı figurdur, anlaşdığı figurdur. Orada İranda var, orada İsrail'də var, orada PKK'da var, orada FETÖ'da var, orada USAID'in var, orada Soros'da var, orada Rusya'da var. Elə bir gücü ki, bu gücün haqqında tək Rusiya anlayışı qoyan da müxalifətdəki LGBT partiyalarını Ramiz Mehdiyevə yapışdırmaq olmur. Amma LGPD'nin özü də Ramiz Mehdiyevlə bir yerdə olduğunu cəmiyyət qəbul edəndən sonra LGPD'nin Azərbaycanda olan partiya sədri, tanınmış partiya sədrinin də Ramiz ilə bir yerdə olduğu öz-özünü ortaya çıxacaq da. Zahir bəy, mən bir dəfə də demişəm, Azərbaycanda bir sual verməliyik ki, görəsən o kim deyil? Çoxluq oradadır. Azlıq, ümumiyyətlə azlıq yoxdur orada Zahir bəy, onu demək istəyirəm. Biz adətən biz məclisdən danışırıq. Görürsünüz, məclis Yusuf özünü tam ifşa eləyib ki, mən Ramiz Mehdiyevin məclisiyəm. Paralel dövlətdə də olardı, dövlət çevrilişi də məclisdə gerçəkləşib. Hüquqi status qazanmalıydı da, legitimliyini orada tapmalıydı. Onlar onu təsdiq elədilər ki, bəli, biz dövlət çevrilişini qanuniləşdirən qurum bizik, paralel dövlətin də parlamentiyik. Bunu onlar artıq davranışlarına sübut etdilər. Nazirliklər sübut edib etməyib. Eyni zamanda icra struktur, ali icra strukturlarla danışıram Zahir bəy. Davranışlarında Ramiz Mehdiyevlə bağlı və Ramiz Mehdiyevin terror örgütü ilə bağlı hansısa bir fəaliyyət göstərirlərmi? Yox. Hələ bu yaxınlar Ramiz Mehdiyevin dövlətində hesab edirəm ki, dövlətində prezidentin ən sadiq qurumlarından birinin rəhbərinin adamları açıqlama verib. Deyir, biz sivil partiyalar dünyaya formalaşdırdıq. Partiyalara qarşı çıxmaq olmaz. Biz onu formalaşdırmışıq. Biz Tural bəy... O baxımdan xahiş edirəm Zahir bəy, bir məsələni məmur üzərində qurmayaq. Gəlin Azərbaycanı xilas eləmək istəyirsə, paralel dövlətin kim olduğunu və onun nə olduğunu cəmiyyətdə geniş müzakirəyə çıxaraq. Bugün bir partiya rəhbəri özünün müxalifətdə, yəni görüntüdə Azərbaycan dövlətin müxalifətdə və iqtidarında olduğunu göstərməkdənsə, paralel dövlətin mahiyyətini açanda görəcək ki, elə bu paralel dövlətin ana müxalifətinin rəhbəri budur. O da orada parlament partiyası deyil, iqtidar partiyasına paralel qurulmuş üçüncü partiyanın rəhbəridir. Arasında olan savaşı da artıq Azərbaycanı allatma, imitasiya siyasəti kimi anlaşmasının qarşısı alınır. Hər kəs də bilinər ki, gerçəkdən də biri müxalifəti, biri iqtidar, amma Azərbaycan dövlətini yox. Paralel dövlətin və eyni zamanda o partiya rəhbəri ki, parlamentdə olan partiya rəhbərindən deyişir, didişir, Ramiz Mehdiyevin bağlı fikri yayındırmaq istəyirsə, siz gedin öz xalqınızın içərisində müzakirələr aparın.